Növbəti sualımız isə inkar cümlələrdir. Düzgün inkar cümləni tapmaq, negative sentence. Və burada baxırıq variantların birində A variantında hardly də var, nobody də var. Bilirsiniz ki, nobody inkarlıq yaradır və bir cümlədə ingiliscədə iki inkarlıq olmaz. Hardly də inkardır, nobody də inkardır, olmaz deyə A variantını çıxırıq. B variantında needn't. Bilirsiniz ki, need əgər modal feildirsə, özü sual inkar yarada bilir. Problem yoxdur. Amma need əgər modal feildirsə, need-dən sonra mütləq feil gəlməlidir. Yəni, need-dən sonra isimdir, to-lu feildir, digər nitq hissələri gəlirsə, deməli, need burada sadəcə ehtiyacı olmalıdır. Sadəcə əsas feildir, yəni modal feil deyil. Ona görə də burada görürsünüz ki, tomatoes gəlib. Yəni, tomato artıq isimdir, feil deyil deyə mən bunu need modal feili kimi götürə bilmərəm və özü-özünə inkarlıq yarada bilməz deyə B variantı səhvdir. C variantı niyə səhvdir? C variantında baxırsınız ki, əslində hər şey qaydasında. Sadəcə olaraq read bilirsiniz ki, bəzi feillərin üçü də eyni formadadır. Məsələn üçün keçmişi, indikisi və participle to forması. Read də onlardan biridir. Oxunuşu fərqli olur, düzdür. Read, read, read oxunur, amma read şəklində yazılır və birin qarşısında yazılan read zamanlar mövzusunda izah eləmişəm YouTube-da bunu əslində bu qaydanı. Birin qarşısında yazılan read əgər keçmiş, indiki zamanda olsaydı read olmalıydı, yəni sısı olmalıydı. Çünki bir üçüncü şəxsdir. Buna görə də read birdən sonra gəlib də deyə və sısı yoxdur. Deməli, bu nədir? Keçmiş zamandadır. Keçmiş zamandadırsa, ikinci cümləmdə baxın, doesn't-la düzəldib. Doesn't-la yox, didn't-la düzəltməli idi inkarlığı. Normal olaraq birinci cümləm keçmişdədir deyə. Ona görə C variantı da səhvdir. Qalır D variantı. Gül kimi variantda heç bir problemi yoxdur.